üç dövlət, Səudi Ərəbistanı, Pakistan və Türkiyə. Üçü də müsəlman dövlətidir. Və bunlar bir hərbi ittifaq bağlayıblar. Müttəfiq olublar, hərbi ittifaq. Bu siyasi ittifaq deyil. Sırf hərbi ittifaqdır. Yəni, birinə olan hücum, digərinə hücum sayılacaq və birinə dəstək verəcəklər. Üçündən birinə olan hücumdur. Deməli, bu müqaviləyə görə hər hansı bu üç dövlətdən birinə hücum olsa, bu birisi iki dövlət o dövlətə kömək eləməlidir. İndi bu nəinki kömək, ondan beraber müharibə eləməlidir. Burada bax, biri Ərəb Liqasının çox belə nüfuzlu ölkələrindən biridir. Həm də pulu çox olan ölkədir. Pulu çox olan ölkədir. İkincisi Türk dünyasının ağsaqqal dövlətlərindən biridir. Yəni Türk dilində ifadə eləsək. Üçüncüsü də Pakistandır. Pakistan da İslam dünyasının nüvə arsenalında nüvə silahı olan yeganə dövlətdir. Və bunlar harada imzalayırlar? Bu ola bilərdi İslamabadda, ola bilərdi İstanbulda, Ankara'da, ola bilərdi Səudi Ərəbistanın başqa şəhərində. Harada imzalayıblar? Məkkədə. Səudi Ərəbistan paytaxtında. Məkkə haradır? Məkkə müsəlman dünyasının qibləsidir.